Süd vəzi xərçəngi ən aktual mövzularımızdan biridir. Qadınlar arasında olan ən aktual mövzu. Hər 8 qadından birində süd vəzi xərçənginə bugünkü günümüzdə, dövrümüzdə rast gəlinir. Bu artıq statistik olaraq təsdiqlənib. Həm Azərbaycanda, həm də bütün dünya üzrə. Və biz də gündəlik olaraq klinikamızda, mama radiologiya şöbəsində süd vəzi xərçəngi ilə bütün qadınlar arasında mübarizə aparırıq. Mübarizəmizin də müxtəlif, fərqli növlərindən, metodlarından istifadə edirik. İstəyir ultrasəs müayinəsindən, istəyir mamografiya müayinəsindən və təbii ki, ən aktual mövzulardan biri olan biopsiyalarımızdan istifadə olunur. Biz şöbəmizdə iynə-tel deyə belə kiçik bir telimiz var, kiçik bir alətimiz var və bu iynə-tel aləti nədən ibarətdir? Mən bugün sizə bu haqda danışmaq istəyirəm. Hal-hazırda mən bunu açım və izləyicilərimizə göstərmək istəyirəm. Bu çox nazik bir elementdir. Tük nazikliyindədir demək olar ki. Bunu biz əsasən cərrahlarla işləyirik. Cərrahlarla işlədiyimiz zaman çox erkən mərhələdə tapılan törəmələr var. Çox erkən mərhələdə tapılan törəmələrin adlarını da əsasən bunlar xərçəng törəmələri olur. Və bu xərçəng törəmələri ələ gəlməyən, əllənməyən törəmələrdir. Bunlar kiçik törəmə şəklində də ola bilirlər, mikrokalsinatlar şəklində də ola bilirlər. Və əgər belə bir sual ortaya çıxır, törəmə ələ gəlmirsə, törəmə əllənmirsə, bunu cərrah əməliyyat zamanı necə tapıb ortaya çıxarmalıdır? Biz əməliyyatdan ya bir gün öncə, ya bir neçə saat öncə həmin bu teli, tük nazilikdə olan teli süd vəzidə olan törəməyə, süd vəzidə olan şübhəli hissəyə yerləşdiririk. Yerləşdirdiyimiz zaman bu telin ucu qarmaq şəklindədir. Bu telin ucu belə qarmaq olduğuna görə həmin o törəməyə yerləşdirdiyimiz zaman törəmədə süd vəzin içərisində qarmaq şəklində olduğuna görə açılıb və orada sabitlənir. Yəni bildiyimiz adi mexanika, texnik olaraq belə düşünəcəksiniz, balıq ovu. Balıq ovu necədirsə, necə balığın ağzında qarmaq açılır və balığı orada sabit şəkildə saxlayırsa, həmin bu tel də qarmaq şəklində olduğuna görə törəmənin içərisində sabit şəkildə açılır, orada qalır və bundan sonra da bizim işləm bitir. Və bu tel süd vəzin içərisində, törəmənin içərisində qalır. Törəmənin içərisində qaldıqdan sonra biz bunu süd vəzin üzərində sabitləyirik və xəstəni cərrahi əməliyyata göndəririk. Cərrahi əməliyyat zamanı isə cərrah həmin bu tel vasitəsilə törəməni tapır və orada həmin o törəməni eksizə edir. Bu şəkildə də cərrahi əməliyyatımız sonlanmış olur və bizim cərraha köməyimiz bundan ibarət olmuş olur. Ələ gəlməyən törəmələri iynə-tel sistemi vasitəsilə işarətləmə. Yəni tel qoyuldu və tel qoyulan zaman preparat təcili olaraq bizə göndərilir, cərrah əməliyyatxanada gözləyir, bizdən xəbər gözləyir. Biz isə qoyduğumuz telin həqiqətən də törəmənin çıxarılıb-çıxarılmadığını tel vasitəsilə kontrol eləmiş oluruq. Kontrolda törəmənin çıxarıldığını görürük və bu haqda cərraha mütləq və mütləq məlumat veririk. Həkim qonağımız Bakı City Hospitalın Mama Radiologiya şöbəsinin müdürü, həkim radioloq Sevinç Musayevadır. Xoş gördük sizi, Sevinç xanım, necəsiniz? Yaxşı, siz necəsiniz? Sizi görəndə istəyirəm qalxanımı alım əlimə, döyüşə hazırlaşırım. Çox mürəkkəb bir sahə
Və bilirsiniz, hal-hazırda xanımlar, qadınlar bizi izləyir. Xüsusi bir mövzu seçmişik. Tomosentez nədir? Ümumiyyətlə, əvvəllər elə biz hər zaman rentgen müayinəsi, ultrasəs müayinəsindən danışanda mamografiyada qorxu yaşayırdı xanımlar. Günün bugün də o qorxu var. Bugün tomosentez haqqında nə demək istəyirsiniz? Mən istəyərdim, istər əks cinsi nümayəndələri olsun, istəyir xanımlar olsun, diqqətiniz Sevinç xanımda olsun. Çox sağ olun, minnətdaram İlham xanım. Bəli, yenə mövzumuz qadınlardır, yenə mövzumuz süd vəzidir. Oktyabr ayıdır. Bütün dünyada oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Biz bu ayda xüsusilə qadınlara daha çox maarifləndiririk, daha çox seminarlar, konferanslar keçiririk bütün dünyada və bugün də mövzumuz mamografiyadır və tomosentez müayinəsidir. Bizim bilirsiniz ki, Baku City Hospitalda yeni açılmış şöbəmiz var. Mama radiologiya şöbəsi. Mama radiologiya adından da bilinir. Süd vəzinin diaqnostikası, süd vəzinin radiologiyası və süd vəzinin diaqnostikası deyəndə də təbii ki, illərdir bu belədir. Qızıl standart mamografiya müayinəsidir. Qızıl standart 1946-cı ildən bəri icra olunmuş 2D mamografiya müayinəsidir. İstəyirlər mamografiya desinlər, istəyirlər rentgen müayinəsi desinlər. Yəni bunlar hamısı fərqli-fərqli adlarla, amma eyni bir diaqnostik metoddur və üstəlik də artıq 2016-cı ildən, 2017-ci illərdən bəri dünyada, Amerikada və İngiltərədə yeni bir sistem yaradıldı. İlham xanım, yeni bir mamografiya çəkiminin üzərinə bir də tomosentez əlavə olundu və biz də çox şanslıyıq ki, bugün bizim klinikada, bizim şöbədə həmin bu mamografiyamız var. Mamografiyanın üzərinə də tomosentezimiz var. Yəni bu əlavə bir müayinə metodu deyil. Bu sadəcə olaraq xanımlara başa salmaq istəyirəm ki, mamografiya müayinəsinin üzərində əlavə olaraq icra olunur. Yəni müayinə cəmi cümlətəni 5 dəqiqə çəkir, 6 dəqiqə çəkir, həmin o tomosentez müayinəsi ilə birlikdə. Tomosentez müayinəsi nədir? Normal anlaşılan bir şəkildə desək, el arasında bunu qadınlara belə başa salırıq. Süd vəzinin KT müayinəsi. Görüntülərdə rahat başa salacağım xanımlarımıza birazdan. Yəni mamografiya müayinəsi illərdir bilirik və bu 2D müayinədir. Yəni 4 proyeksiya çəkilir, 4 süd vəzinin toxuması çəkilir, sağ süd vəzi 2 proyeksiyada çəkilir, sol süd vəzi 2 proyeksiyada çəkilir. Sabit vəziyyətdə. Sabit vəziyyətdə. Və bu sıxılaraq, kompresiya olunaraq süd vəzi çox yüksək bir kompresiya olmadan və bunun üzərinə bir də tomosentez əlavə olundu. Tomosentez nədir? O çəkimlər aparıldıqdan sonra bir də lay-lay artıq süd vəzinin toxunması alınmağa başladı. İkisindən birinə seçim edə bilmirsiniz? İkisindən birinə seçim edə bilmirik, bilmək istəmirik də. Niyə? Çünki tomosentezi çəkərək də daha çox əlavə məlumat almış oluruq. Baxın, siz məlumat ala bilərsiniz, mən şüalanacağım. Yox, şüalanma dərəcəsi də getdikcə azalır. Nə qədər çox kompressiyonlu artıq tomosentezin üzərində də əvvəlki 2D mamografiyalarda fərqli olaraq daha az dozalar alınır. Daha az dozalar verilir. Bu yeni olduğuna görə təbii ki və bunu da Almanlar, Yaponlar ixtisas icra elədiklərinə görə də getdikcə də dozanı daha çox azaldıb bizə informativliyi artırırlar. Məsəl üçün, planşetlər kimi düşünün, yeni televizor çıxmış monitorlar kimi düşünün. Tomosentez etsəniz, onu da eləyirik. Təbii ki, yəni onsuz da tomosentez çəkilən zaman sistem elə şəkildə qurulur ki, normal mamografiya görüntüsü də alınır. Normal mamografiya görüntüsü aldıqdan sonra üzərinə tomosentez çəkirik. Yəni normal MRT kimi düşünün. Yəni deyirsiniz ki, ola bilər ki, mən mamografiyada görməyim, tomosentez üzərinə tamamilə doğrudur. O zaman mamografiyaya ehtiyac qalmasında birbaşa elə bunu eləyin. Deməyimiz istədiyimiz də odur da. Ona görə sizin vasitənizlə bunu xanımlara çatdırmaq istəyirik. Artıq tək mamografiya ilə kifayətlənməyin. Mütləq və mütləq üzərinə də tomosentez də varsa. Həm mamografiya olunur, həm tomosentez, yoxsa ikisindən biri? Yox, əgər xanımda hər yerdə yoxdur çünki tomosentez var hal-hazırda Bakıda. Ona görə ancaq bizim mərkəzdə olduğuna görə hər kəs təbii ki bunu eləyə bilmir və hər kəs də bizim mərkəzə gələ bilmir. Əgər xanım bizim yanımıza müayinəyə gəlirsə və əlində mamografiya müayinəsi varsa, bunu biz biraz individual da xanımlara yaxınlaşırıq. Əgər süd vəzinin toxuması çox vəzlidirsə, çox sərtdirsə, onu biz mütləq və mütləq əlimizdə tomosentez var deyə tomosentez də eləyirik. Çünki göstərəcəm sizə mamografiyada... Sərt dediyinizdə yaşına görə, bəzən heç yaşa da baxmır, toxuma sıxlığına görə, sırf toxuma sıxlığına görə, şəxsiyyətə görə dəyişir. 40 yaşın üzərində, 50 yaşın üzərində xanımlarda tamamilə doğrudur. Hansı sıxlıqdan danışmaq olar? 40 bəzən xanımlarda hormonal disfunksiyaya bağlı olaraq artıq 40 yaşda da süd vəzi piylənmiş olur. Yəni bu inanılmaz, hər yaşda belə bir şey yoxdur. O zaman sizə gələn mamografiyalarda qəbul etməməlisiniz. Əgər süd vəzi sıxlığı çox sıxdırsa, çox sərtdirsə qəbul eləmirik. Mən nəyə görə deyirəm? Çünki çəkim sırasında müəyyən xətalar da işlənir.
bilirsiniz, yetərincə sıxılmırsa, kifayət qədər informasiya İnformasiya toxuma yayılmır. Bəli, Toxuma yayılmır. dağılmadığına görə. Baxın, əgər 4 Məqsəd də qrup burada sıxıb toxumanı yaymaq və arada informativliyi olan almaq. əgər o informativliyi daha sizə qədərki mərkəzdə alınmayıbsa, mən əlimdə o filmlə gəlsəm nə olacaq, gəlməsəm nə olacaq? Bax, bu mövzuda mən razılaşıram. İnsanlar ikinci dəfə məsrəf etsələr belə getməlidirlər buna. Bəzən deyirlər, biz MRT-ni keçmişik, həkim yenidən bizi xərcə salır, niyə təkrar? Məhz bu mövzuda təkrar olunması vacibdir. Əgər doğru çəkilməyibsə. Və bunu da əlbəttə ki, həkim baxanda bilir. Bəli, biz baxanda bax təbii ki bilirik. Baxın 4 süd vəzi. Başa düşürsən ona baxanda. Baxın 4 süd vəzi toxuması var. 3-cü və 4-cü süd vəzləri toxumaları çox sərt süd vəzləri toxumalarıdır. Yəni bizim o mammoqrafiya daha çox ağırlıq verdiyimiz, tomosentezə daha çox ağırlıq verdiyimiz, üstünlük verdiyimiz süd vəzi toxumalardır. Əgər xanım bizim yanımıza şöbəyə başqa bir mərkəzdə çəkilmiş mammoqrafiya müayinəsi ilə gəlirsə və bu mammoqrafiya müayinəsi zamanı süd vəzi toxuması piylidirsə heç burada tomosentezdən söhbət də gedə bilməz, eləmirikdə. İnformativlik var. Hə, ya xanımın, ya göndərən həkimin hər hansı bir sual işarəsi var. O sual işarələrini həll eləməyə çalışırıq. Yox, əgər süd vəzi toxuması dediyim kimi sərtdirsə, 3-cü və 4-cü dərəcə süd vəzi toxumasıdırsa, onda bizdə olduğuna görə tomosentez, üzərinə tomosentez də çəkirik. İstəyirsiniz pasiyentlərin üzərində başa salım. Buyurun. Bu xanımların süd vəzisidir. Bu xanımlarda sol süd vəzidir. Sol süd vəzinin normal mammoqrafiya müayinəsidir. Bu başqa bir mərkəzdə çəkilmiş mammoqrafiya müayinəsidir. Elə bizim danışığımızın üzərinədir. Başqa bir mərkəzdə çəkilmişdi. Arada 5-6 ay fərq var idi. Süd vəzi toxuması 3-cü qrupdur. Bu sərt süd vəzi toxuması sayılır İlhami xanım. Yəni burada pi toxuması daha azdır. Ağ Lori dildə başa salaq, ağ hissələr bu süd vəzimizin giləsidir. Bu qoltuq altı nahiyəmizdir. Burada biraz artefaklar var. Digər qol çəkimə düşüb. Yəni bunlar olmamaqları. Keçən dəfə mən sizə dedim, deyirsiniz, yox, hazırlıqlı gəlin. Amma dediyiniz kimi başqa mərkəzdədir. Başqa mərkəzdədir. Biz bunları eləməməyə çalışırıq. Təbii ki, biz bunlara fikir verməyə çalışırıq. Kəsimlərdə, çəkimlərdə olmamalıdır. Burada nəsə bir qoltuq altında törəmə varsa görünmür. Yəni bu çəkim əsnasında mən texniklərimizə, həkimlərimizə də xahiş edirəm, bunlara mütləq və mütləq fikir versinlər. Həkimin qabağına bu şəkildə görüntülər gəlməməlidir. Yəni xəstənin də əgər həkimin də əlinin altında ultrasəs müayinəsi yoxdursa, hər kəsdə bizim kimi şərait yoxdur. Həm ultrasəs olsun mərkəzdə, həm mammoqrafiya olsun. Bəzi mərkəzlər var, ancaq mammoqrafiya var. Ultrasəsi başqa bir yerə yönləndirilir, başqa bir həkimə yönləndirilir. Amma bizim eyni mərkəzdə olan ultrasəs müayinəsinə güvənmir yəqin. Yəni bizim mərkəzdə avantajımız odur. Eyni bir həkim mənim tərəfimdən mammoqrafiyada icra olunur, ultrasəs müayinəsi icra olunur. Düzdür, biz belə bir görüntülər qəbul eləmirik. Amma mənim əlimin altında ultrasəsdə varsa, əgər xəstənin vəziyyəti də ona imkan vermirsə, mən xəstənin yan otaqdakı ultrasəsə alıb qoltuq altını ultrasəslə tamamlamış ola bilirəm. Amma əlinizin altında ultrasəs müayinəsi yoxdursa və bu diaqnozdan da raporu yazıb xəstəni təbii ki, başqa həkimə yönləndirmək lazım deyil. Əgər xəstənin vəziyyəti imkan verirsə, mütləq və mütləq təzədən çəkimə alıb və bu qolu bu şəkildə göndərmək lazım deyil. Bu normal süd vəzimizin, sol süd vəzimizin toxumasıdır. Növbəti bir şəkilə keçək, zəhmət olmasa. Bu da yenə ikinci görüntüdür. Dediyim kimi, bir süd vəzidə 2 proyeksiya alırıq. Bir proyeksiya qoltuq altısız proyeksiyadır. Bu proyeksiyadır ki, toxumanı hər iki proyeksiyada görək. Çünki xərçəng 2 proyeksiyada görülməlidir. Əgər xərçəngdirsə, qeyd xərçəngdə dip hissəsi var, dərinliyi var, əzələ olan hissəsi var və əzələ olmayan hissəsi var. Yəni, bəzən törəmələri... Silikonlu süd vəzlərində nə edirsiniz? Orada dip onları da çox maraqlı mövzuda, onu da gələn mövzularda danışacaq, onları da çəkirik. Kompresiyanı aşırı dərəcədə eləmirik. Maşallah, indi silikon olmayan da. İmplantlı süd vəzləri çoxdur, onları da mütləq danışarıq. O da çox maraqlı, implantın partlayar, mammoqrafiya çəkdirməksə, onlar olmur. Sual vermişkən bunu deyim, partlama riski yoxdur. İnformativliyi saxlaya bilmirik. Əgər aparatın dərəcəsi və güvənirliyi, texnikası yüksəkdirsə, bugün implant ehtiyac varsa, aydın məsələdir. Bu və ya digər səbəblə xanım öz istəyinə uyğun süd vəzi onun da özü bilər. Həcmini artırır və ya kiçiltmək üçün implantlardan istifadə edə bilər. Estetik məqsədlə, doğrudur. Bəli, estetik məqsədlə. Amma unutmayın ki, ilk növbədə sağlamlıq gəlməlidir. Sabah bax, bu kimi, bu tərzdə, müayinələrdə problem yaşayacaq. Yəni, onun heç bir hissəsinə kifayət qədər baxış keçirilə bilməyəcək. İmplant var, bir də implantları. O mövzu bir gün mütləq onu danışarıq. Bu bizim tomosentezdir. O mammoqrafiyalar çəkilib başqa mərkəzdə. Xəstə gəldi bizim yanımıza. Xəstə onkoloji xəstədir. Xəstə kimyoterapiya qəbul olub. Cərrahi əməliyyatı icra olunmayıb xəstənin. Artıq kimyoterapiya müalicəsi bitdikdən sonra cərrahi əməliyyat planlaşdırılır. Və həkim bizim yanımıza bir də tomosentezə göndərdi. Artıq mammoqrafiya deyil, tomo çəkdik. Görüntünü açaq, zəhmət olmasa videonu. Bu birinci törəmədir. Həmin o köhnə mammoqrafiya müayinələri zamanı görünən. Bu da bizim tomosentez görüntümüzün hesabına əldə etdiyimiz ikinci bir törəmədir İlhami xanım. Yəni bir balaca da geri çəkin. Bir balaca da zəhmət olmasa.
Durun, burada duraq. Bu həmin o bizim Kifayət tomosentezimizdir. qədər də göstərir, Yəni doktor. tomosentezin hesabına. Bayaqki görüntülərdə bu hissə toxuma kimi görünürdü. Başqa bir mərkəzdə icra olmuş mamoqrafiyanın hesabına. Amma bu bizim hesabımızda, bizim tomosentezimizin hesabına. Niyə? Çünki şüalı konturluluq var. Və tomosentezin də ən üstün cəhəti odur. Baxın. Mən üzr istəyirəm. Biraz öncəki foto şəkillərə qaytarın zəhmət olmasa. Bu filmlərə əsasən, bax görürsünüz, burada deyirsiniz ki, görünmür. Burada görünmür. Burada məsələn, kimyoterapiya qəbul bu edib. törəməyə əsasən kimyoterapiya qəbul edib xəstə. Başqa bir mərkəzdə biopsiya olunub, xərçəng diaqnozu qoyulub, xəstə alınıb və heç bir protokolda da səndə 2 xərçəng var, 2 fərqli törəmə var, protokolu oxunmayıb. Mütləq və mütləq buradan bir şey də qeyd edilmək istəmirəm. Baxın, əgər 2 törəmə varsa, 2 törəmənin ikisindən də biopsiya götürülməlidir. Çünki aqressivlik dərəcəsi fərqli olur. Biri çox aqressiv olmur, digəri isə yumşaq xarakterli. Ona görə birindən törəmə götürdüm, biopsiya elədim, kifayətdir, deyil. Əziz xanımlar, buradan bilsinlər, əziz bizə baxan pasiyentlər, əziz bizə baxan pasiyentlərin yoldaşları, 2 törəmə varsa ikisindən də, əgər xərçəng şübhəsidirsə, 3 törəmə varsa üçündən də. Çünki onların aqressivlik dərəcəsi, onların hormonlardan fərqli olaraq status dərəcəsi çox-çox bir-birindən fərqlənə bilir. Və hansı daha aqressivdirsə, xəstənin kimyoterapiyası həmin o aqressiv olan işə görə aparılır. Hansı daha az aqressivdirsə, o təbii ki, ikinci plana aparılır. Bu ölçüyə baxmır, bu yerləşməsinə baxmır. Bu xərçəngdirsə, əgər xərçəng şübhəsi olan törəmədirsə və o törəməyə görə aparılır. Yəni biz bunları, bax, durun burada. Burada durmaq lazımdır. Yəni bu törəmə biz tomosentezin hesabına gördük və təbii ki, burada plan tamamilə dəyişdi. Əgər xəstə həmin bu törəməyə görə orqan qoruyucu... Nə qədər qoruyucu... müddət alıb onun kimyoterapiya alması? 3 aylıq, 4 aylıq, 3 ay 6 ərzində bu kurslu... ikinci törəmə ola bilərmi? Əmələ gəlsin? Çox böyük ehtimal əvvəlcədən var idi. Daha böyük ölçülərdə idi. 3 ay qısa bir müddət bilirsiniz. 3 ay 6 kurs kimyoterapiya üçün kifayət müddəti 21 gündən bir. Çox böyük ehtimal ki, əvvəlcədən olub, daha böyük ölçülərdə olub. İndi bu nə mənaya gəlir, doktor? Mamografiya doğru çəkilməyib mənasına gəlir? Yox, tomosentez yoxdur deyə. Tomosentez daha vəz toxuması daha çoxdur deyə həmin o ikinci törəməni vəz toxuması içərisində seçə bilməyiblər. Bəs biz də onu deməyə başa salmaq üçün istəyirik. Onu deməyə gəlmişik ki, bu tomosentezin belə çox böyük avantajları var. Növbəti daha bir maraqlı xəstə göstərəcəm, zəhmət olmasa. Növbəti görüntüyə gələk. Bu daha çox maraqlı bir xəstədir. Baxın, bu xəstə yenə tamam başqa bir xəstədir, tamam yenə gənc xanımdır, süd vəzi xərçəngi riski olan bir xanımdır. Xanım ilk dəfə olaraq həkimə müraciət edir və xanımın həkimə müraciət eləmə məsələsi səbəbi əlinə düyün gəlir. Bu sağ süd vəzidir, sağ süd vəzinin mamografiya görüntüsüdür. Bu bizim mərkəzdə çəkilmiş mamografiya görüntülərinin tomosentezidir. İndi tomosentezi videonu oynadan da göstərəcəyik. Bu qoltuq altı nahiyədir, əzələdir. Qoltuq altı nahiyədəki limfa düyünləridir. Bunlar hamısı normal limfa düyünləridir. Xanımın əsas şikayəti ələ gələn düyündür. Deyirik bəzən kliniki əlamətlər hansıdır? Ələ gələn düyündən həkimlə müraciət edir, bir də gilədə çəkinti. Xanıma normal başqa bir mərkəzdə mamografiya çəkilir. Mamografiya çəkilən zaman ancaq burada sağ süd vəzdə törəmə tapılır başqa bir mərkəzdə və bu törəmə, bu da gilə. Burada hansı əlamət var İlham xanım? Gilədə çəkinti. Biz bilirik, həmişə illərdir danışır, dartıl, tamamilə doğrudur. Gilədə retraksiyadır. Gilədə bu da bilirik ki, illərdir bunu həmişə danışır, xərçəngin əlamətidir. Xəstə də bunu bilərəkdən gəlir. Xəstəyə normal mamografiya başqa bir mərkəzdə çəkilib. Həmin bu törəmə tapılır. Amma xəstə baxılır ki, həkimi baxır ki, bu xəstəyə bu törəmə başqa bir yerdədir, gilə başqa bir yerdədir. İstər-istəməz mən tərəfdən də, mamoloq tərəfindən bu törəmə bu giləni çəkə bilməz. Bu törəmə bu giləni çəkəcək bağla əlaqəli deyil və bununla kifayətlənmir xəstəmizin mamoloqu sağ olsun, bizə tomosentezə göndərir. Bir həftə ara var. Tomosentez çəkirik, orada gilənin arxasında ikinci bir törəməni biz tomosentezin hesabına gördük. Yəni giləni arxaya çəkən, dartan heç bu əsas şübhə olan, xəstənin əlinə gələn normal mamografiya zamanı görülən törəmə deyil. Əsas məsələ, əsas problem tomosentezin çox kiçik. Yəni buradakı siz hansı ölçü? 1 santimetrin altında olan törəmələrdən insanın fikir qarşı, əyləşin zəhmət olmadı. Varmı davam etmək istədiyiniz bir... Yox, digər məmədə normal tomosentezli süd vəzi. Əyləşin. Çox sağ olun, minnətlərim. Bilirsiniz, insanın fikirləri qarışır. Bax, indi məsəl üçün mən o süd vəzisi olan xanım kimdirsə, tutaq ki, onun süd giləsində bir dartma var. Bu vizual görünür. Məhz ona görə mamografiya çəkən digər həkim fotosentezə göndərir. Bəlkə heç o dartılan hissə olmayan, onda elə biraz öncə ilkin danışdığımız variantda qalır. O da tamamilə doğrudur, o da ola bilər. Yəni, təbii ki, burada həkimin çox diqqətli olmağı lazım. Həkim artıq bizim həkimlərimizi də biraz marifləndirmək lazım. Onlar da bilməlidir tomosentez nə üçün lazımdır. Süd vəzi kifayət qədər sıxışdırılmalıdır, düzdür? Bəli, kompresiyası olmalıdır, doğrudur. Kompresiyası elə olmalıdır. Bəzən xanımlar, yəni,
çox incitdiyini, çox ağrılı olduğunu deyir. Dözümsüz olduğunu deyirlər və belə olan halda o bəlkə də ağrıya görə çox kompressiya olunmur. Baxın, yanlışdır bu. Bəzi Fikrimi süd çatdıra vəzləri bilirəm sizə. Çəkim sırasında deyir həkim ağrıyır üçün çox sıxma süd vəzisini. Yəni aparatla da cihazla. O sırada dayandırırlar. Əslində ağrıya baxmadan orada monitorda görünməlidir onun sıxılacaq miqdarı. Baxın, biz elə bir şəkildə işləməyə çalışırıq. Sizinlə tamamilə razıyam. Bəzi xanımlar var, ağrı sindromları dəhşətli dərəcədə yüksəkdir. Toxunanda belə artıq şikayət olur. Qaldı ki, o xanımlara mamografiya çəkilək və burada aybaşı sikli də çox önəmlidir. Yəni, əgər nə zaman çəkilməlidir, onlara da fikir verilməlidir. Bizdə doğrudur tamamilə. Yəni, o ağrı hissi, ödem hissi, şişkinlik hissi olmayan mərhələdə bu çəkilməlidir. 10-cu günündə? 8-ci günündən etibarən artıq mamografiya müayinəsinə, ultrasəs müayinəsinə rahat bir şəkildə gəlməlidirlər. Sıxıl bitibsə, sıxılın başladığı gündən sayılır, 8-ci, 9-cu, 10-cu gündən baxımlar. Mamografiyada hətta yalancı pozitivlik də var. Tamam, o yalancı pozitivliyin də qarşısında tomosentez bizə çox yaxşı kömək edir. Niyə? Tomosentezə gəlin City Hospitala. Çünki toxumanı açır. Baxın, videolar təkrar gedir. Çox təşəkkür edirəm. Amma həqiqət var burada. Bax, siz danışırsınız, mən belə sizin praktikada gördüklərinizə təəccüblənirəm. Xanım gəlir, süd vəzisi müayinə olunur. Mamografiyadan bəhs eləyirəm. Düzgün çəkilməyən mamografiyanın nəticəsi. Ya yalançı bir şiş var deyilir, ya da şişin biri görülür, digəri görülmür. Görüləndən biopsiya alınır, digəri yox. Ya cərrahi əməliyyatla toxuma qarışıq çıxarılır və ya kimyoterapiyaya məruz qalan bir xanım. Bir müddət sonra baxırsan ki, progresivləşir. Nə olur? Görünməyən tərəfdən müəyyən ağırlaşmalar baş verir. Bu bir dərd, bu bir problem. Digər tərəfdən heç olmayan bir şişi göstərir. Məruz qalırsan kimyoterapiyaya, düzdür. Bütün bunlardan qaçmaq, yayınmaq üçün elə gələk tomosintezə də. Yəni artıq bu varsa bunu eləyək. Bu varsa yəni bunu eləyək. Bu cümlə deməyimizdən sonra təsəvvür edin. İkinci bir törəməni biz tapdıq tomosintez. Tomosintez etməsəydik, xəstə gedirdi cərrahi əməliyyata, bir dənə törəmə götürülürdü və birinci törəməylə ikinci törəmənin arasında bəli, çox uzun bir məsafə var. Yəni biri başqa bir kvadrantdadır, digər başqa bir kvadrantdadır. İnandırım siz heç kimin də xəbəri olmazdı. Yaxın olsaydı yenə də deyərdim, hə, cərrahi sərhədləri geniş götürəcəklər. İkinci törəmə də orada çıxacaq. Amma deyil. Biri yuxarı xarici kvadrantdadır, biri aşağı xarici kvadrantdadır. Bunu götürdülər. Xəstə hə, əməliyyat elədim səni, hər şey ala get, o biri törəmə bir müddətdən sonra yenidən baş qaldıracaqdı. Kim əziyyət çəkəcəkdi, yenə xəstə əziyyət çəkəcəkdi. Yəni ona görə bunları həkimlərimiz də bilməlidir, bunları pasiyentlərimiz də bilməlidir. Əgər giləni arxaya çəkən, o giləndə dartınmanı yaradan törəmə deyilsə, buna həkim başa düşməlidir ki, o törəmə çox uzaqdadır. O giləni o dərəcədə çəkə bilməz. Hə, törəməni tapmışam, əla, gəl, biopsiyanı eləyim, diaqnozunu qoymuşam, deyil. Bax, gör, gilə niyə arxaya çəkilib? Kifayətlənmə bundan. Qoltuq altı limfa düyünlərini dara. Şiş bu qədər kiçikdirsə, qoltuq altı limfa düyünləri bu qədər aqressivdirsə, deməli, işin içərisində başqa bir şey var. İkinci bir məsələ var, üçüncü bir məsələ var. Bəzən qoltuq altı limfa düyünlərini də biopsiya eləyirik. Çox balaca bir şiş, çox aqressiv bir limfa düyünü ola bilir. Bunları da biopsiya. Yəni, ona görə bunların hamısını tək-tək incələmək lazımdır. Allah bizi bilgisiz, savadsız, səriştəsiz həkimlərdən bizi utandırmasın. Hələ bu onkoloji mövzu çox həssas bir mövzudur. Ona görə həkim seçimində diqqətli olmalıdır xanımlar. Eynilə də bəylər. Bir gün bəylərə aid olur. Bəylərdə də vəz xərçəngi olur. Düzdür, orada sıxılacaq bir toxuma yoxdur, amma yenə də necə çəkirik. Necə çəkirsiniz, nə sıxırsınız, onu da bilmirəm, doktor. Amma bu da bir maraqlı mövzu olar. Təşəkkür edirəm gəldiyinizə görə. İşlərinizdə uğurlar arzu edirəm. Bilirəm ki, siz çox böyük türklərin bir kəlməsi var, titizliklə yaxınlaşırsınız hər şeyə. Çox incəliyirsiniz. Bu da bizi sevindirir. Həqiqətən hər şeyi zamanında aşkarlamaq, hətta yalancı pozitivlik dediyimiz halları belə inkar etmək bizim faydamızadır. Minnətdaram. Uğurlar arzu edirəm. Bakı City Hospitalı Mama Radiologiya şöbəsinin müdürü, həkim radioloq Sevinç Musayeva həkim qonağımız idi. Bakı City Hospitalda fəaliyyətini davam etdirir. Müraciətlərinizi edə bilərsiniz.